Müasir dünyada müharibə yalnız səngərdə aparılmır. Müharibə zavodda başlayır, laboratoriyada formalaşdırılır, server otaqlarından isə idarə olunur. World Defense Show 2026 sadəcə sərgi deyil. Bu, gələcək güc balansının texnoloji xəritəsidir və bu xəritədə Azərbaycan öz yerini uğurla möhkəmləndirir. Sərgidə Azərbaycan Azərsilah Müdafiə Sənayesi Holdinqinə məxsus 127 özəl şirkətlərə aid 53 adda müasir hərbi təyinatlı məhsullarla təmsil olunur. Ər-Riyad hazırda dünyanın müdafiə sənayesinin sinir sistemini xatırladır. Burada silah metal deyil, burada silah texnologiyadır. Burada silah geopolitikanın ən sərt dialektidir. Məhz bu xüsusda elə bu sərgidə insanlara təqdim olunan silahlar bunu deməyə əsas verir. Sərgi yeni əməkdaşlıq imkanları da yaradır. Bu çərçivədə Müdafiə Sənayesi Naziri Vüqar Mustafayev Slovakiya Baş Nazirinin müavini Müdafiə Naziri Robert Kalinakla görüşdü. Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan memorandum imzalandı. Vüqar Mustafayevin Malayziyanın Müdafiə Naziri Dato Seri Hacı Muhammed Xalid Nordinlə görüşündə də ölkələrimiz arasında əməkdaşlığın perspektivləri, texnoloji tərəfdaşlıq imkanları müzakirə olundu. Ən son hərbi texnologiya, avadanlıq və sistemlərin təqdim edildiyi World Defense Show 2026 sərgisinə 76-dan çox ölkədən 773-dən artıq şirkət və 441-dən çox rəsmi nümayəndə heyəti qatılıb. 5 günlük tədbirdə 106 mindən çox ziyarətçinin iştirak edəcəyi gözlənilir. Kamil Eldaroğlu, Zaur Bayramov, Sabir İqbalov, ASTV Xəbər.